Necəsiz? Sağ olun. Ay, necəsiz bugün? Oxuyacağam. Həyəcanlısınız çox. Nə oxuyacaqsınız? Ona görə də çox danışdırmaq istəmirik. Mən bəstəkar mahnısı. Okey, o zaman buyurun səhnəyə. Uğurlar sizə. Uğurlar. Salam. Salam. Hoş gördük. Gedirsiniz arasa. siz gelmemiş niye gelirsiniz? Hoş gördük sizi. Hoş gördük. Xoş gördük. Necəsiniz? Çox sağ olun. Yaxşı. Adınız nədir sizin? Nərgiz xan. Nərgiz xanım. Mən Bayramova Nərgiz. Vokalistəm, Asif Zeynalını bitirmişəm. Hal-hazırda işləmirəm. Mən ötən illərin mahnı festivalında iştirak etmişəm və orada 3-cü yer tutmuşam. Mən özümü tanıt verilişində hamıdan güclüyəm. Nərgiz xanım. Siz bu müsabiqə haqqında xəbəriniz var yoxsa yox? Bəli, bəli. Nə xəbər, nə bilirsiniz bu müsabiqə haqqında? Kimlər gəlir, kimlər gedir bura? İstedadı olan insanlar. Aha, istedadlı olan insanlar gəlir. Siz də istedadlılardansınız mı? Bilmirəm. Onda niyə var gəlmişsiniz burada vaxtınızı alırsınız? Bilmirsə. Yox, biləcək də hər halda. Onu öyrənmək biləcək. üçün gəlmişsiniz deyəsən bura. İstedadsız yoxsa yox? Hə? Biləcək, hər halda biləcək. Bizi tanıyırsınız. Siz tanıyırsınız. Kim? Yəni biz bilirik. Biz bilirik, Biz bəli. aşkar edəcəyik indi. Malik, Aygün xanım və mən. Üçümüz böyük məmnuniyyətlə sizi dinləyirik. Çox sağ olun. Buyurun. Akşamın her yanı yüzündür balısın Sifrene boyuzuna sevgilim neredesin Buyurun dostlar Azerbaycan'a Gel seni gözleyir babam Yüzünü dermişem var Yolunu gözlerden yar gel Gel seni gözleyir babam gel Yüzünü dermişem var gel Yolunu gözlerden yar gel Dedemin şöhreti ses alıp her yana Her yana Aşkımız zahmetimiz düşmüştür dostana Buyurun dostlar Azerbaycan'a Gel seni gözleyir babam gel Yüzünü vermişem var gel Yolunu gözlerden yar gel Gel seni gözleyir babam gel Yüzünü vermişem var gel Yolunu gözlerden yar Çox sağ olun. Hə, Nərgiz xanım, siz maraqlı insansınız, mən belə başa düşürəm. Bəli. Başqa hansı ifalarınız vardı sizin? Çox, çox. Yox! Doğrudan mı? O zaman neçə turluq ifalarınız var sizin? Hal-hazırda bir dənə. Yaxşı. Onda gəlin mənim həmkarlarımın da maraqlı suallarına siz cavab verin. Buyurun, Malik. Sualını belə verin. Siz oxuyanda sizin oxuduğunuz səs başqa cür cavab da verirsiniz, tutan başqa bir səslə. Sonra bəli. Bu normaldır Malik. Bəli. Əlbəttə. Normaldır, Malik. Bu normaldır. Siz mənə o qədim köhnə Bakını yada saldınız mənim üçün bu səslə, bu ifa ilə. Bax ondan danış. Ha, çox belə. Malikin hal-hazırda 192 yaşı var. O hələ Bakının ilk... Yox, oradan da uşaqlığım yadıma düşdü. Yəni o vaxtın mahnılarından biri idi. Filmimiz yadıma düşdü. Bəli. İndi Nərgiz xanımın burada nə adiyyəti var? Vallahi bilmirəm nə deyim. Aygün xanım ikinci cəhd göstərsin. Nərgiz xanım cəhd göstər. Bəli, buyurun. Çox gözlənilməz oldum. Doğrudan. Birdən səsiniz elə gözəl bu soprano, belə cingiltili samitlər,
Çox maraqlı gəldi. Arada bir ritmdən də çıxdı, o heç boş. Amma təzədən yenidən çox böyük məharətlə girdiniz yenidən ritmə. Amma ona baxmayaraq nədənsə mənim içimdən sizə belə sizi bu layihədə görə bilmirəm nəysə. Nəysə görə bilmirəm. Bu formata sizi belə uyğunlaşdıra bilmirəm. Bir münsif kimi. O yüzden birinci bastım. Yox düyməsi. Bəli. Okey. Qərarlar birazdan. Nərgiz, siz özünüz bu layihədə özünüzü görürsünüz yoxsa yox? Mikrofon. Görürəm. Növbəti turlarda nə göstərəcəydiniz? Eyni tərzdə olan ifalar? Yox. Bəs nə? Tofiq Uliyev'dən. Tofiq Quliyev. Siz müxtəlif müsabiqələrdə iştirak edirsiniz. Mənim yadımdasınız. Müxtəlif müsabiqələrdə iştirak edirsiniz. Niyə hər dəfə kəsilirsiniz oralarda? Bilmirəm. Mən o sualın cavabını bilirəm. Ona görə ki, sizin ifanız maraqlıdır. Amma bu ifa daha çox parodiyaya oxşuyur. İnciməyin. Ola bilsin ki, bugün mən sizə söylədiyim sözlər mənim çox subyektiv şəxsi rəyimdir. Və ola bilsin ki, bu peşəkarlar tərəfdən başqa cür qəbul oluna bilər. Bəli. Amma bir prodüser olaraq, layihədə iştirak edən juri üzvü olaraq, mən hesab edirəm ki, bu ifa bu formata uyğun deyil. Qərarlardınız, Malik bəy. Çox təəssüf, amma mən yox deyirəm. Aygün Kazımov. Mən də təəssüf hissləri ilə sizə yox söyləyirəm. Çox sağ olun. Nərgiz, sağ olun. Sağ olun. Sağ ol. Sağ olun. Razıyam sizinlə. Çox sağ olun. Sağ ol. Nə dedilər? Mən uyğun mahnı seçməmişim. Onu dedilər, bilmirəm. Ama qəşəng ifa elədiniz. Gəl, Şəngil. bir dənə də onu ifa edə bilərsiniz o yerini. Gəl, səni gözləyir bu. Necə? O yerini bir də oxuya bilərsiniz. Da. Hə. Gel seni gözleyir bağlar gel. Dedim Üzünü size. derdi Sakin, sakin. var. İndi qayıdacaq, bax sakin. Yanı gözlerim ey yar. Gel. Başınıza gəlir. Keçməli idi. Gəlin danışıq geçsin sizə oxusun.